Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Hər zaman olduğu kimi studiyamızın qonağı yox, bu dəfə qonaqları var. Qonaqlarımız isə Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul və icraçı direktor Kamil Hüseynovdur. Xoş gəlmisiniz studiyamıza. Çox təşəkkür edirik, var olasınız. Fuad bəy, ilk olaraq sizdən başlamaq istəyirəm. İzləyicilərimizə də bildirmək istəyirəm ki, siz 100-cü dəfə qan vermə aksiyasında iştirak etmisiniz. Bəli. Qan donoru kimi tarixə düşmüsünüz. Bu haqda danışardınız. İlk olaraq qan donoru necə oldu ki, qan donoru Bəli. oldunuz? İlk növbədə dərin təşəkkürümü bildirirəm bizi dəvət etdiyinizə görə və bizi izləyən tamaşaçılarımıza xoş günlər, sağlam günlər arzulayıram. Təbii ki, ilk olaraq bilirsiniz ki, qan donorluğu prosedurunda 18 yaşından sonra qan donoru olmaq mümkündür. Məhz mənim də ilk qan donorluq aksiyasında iştirak etməyim məhz tələbəlik illərimə təsadüf edib. İndiki hal-hazırdakı mövcud vəziyyəti götürsək, o dövrdə, bu dövrlə müqayisədə bu qədər inkişaf mərhələsi yox idi, bu qədər inkişaf etməmişdi və təbii ki, bir gənc olaraq qan vermə aksiyasının təşkili ilə bağlı bizə məlumat gəldi və biz dostlarımız, tələbələr dostlarımız olaraq biz o qan vermə aksiyasında iştirak etməyi nəzərdə tutuq və xüsusi bunu qeyd etmək istərdim ki, həmin dövrdə mən bunu hər dəfə öz çıxışlarımda qeyd edirəm. İdmanla məşğul olmağıma baxmayaraq baş ağrılarım var idi və bu baş ağrılarım hər hansı bir həkimə özümü göstərməyi düşünürdüm və yaxud da yəqin ki, daxili təzyiqdənmi baş verirdi. Yəni bununla bağlı biraz sıxıntılarım var idi. Və bu əslində bu qan vermədən öncə də heç bununla bağlı heç bir düşüncəm yox idi ki, məhz mən qan verdikdən sonra mənim baş ağrılarım keçib gedər, özümü daha sağlam, gümrah hiss eləyərəm və prosedur qaydalarına uyğun olaraq həkim müayinəsindən keçdim və ilk dəfə donor adını qazandım və bir müddətdən sonra bəlkə də bu tibbi bir prosedurdumu deyim və yaxud da ancaq yaşadığım dönəmdə o illər çərçivəsində mütəmadi olaraq artıq qan verməyə başladım və bu baş ağrılarım keçib getdi və ondan sonra da həkim təbii ki, hər dəfə həkim müayinəsindən keçdikdən sonra mən donor oluram və bu məni çox xoşbəxt edir həqiqətən də. Kamil bəy, icraçı direktor olaraq ümumiyyətlə hansı təşəbbüslər həyata keçir qan donorluğu ilə bağlı? Bildiyiniz kimi, mən də icazənizlə ilk növbədə bizi izləyən tamaşaçılara salamlayım, sizə də dəvətə görə təşəkkür edirəm. Bildiyiniz kimi, bəli, biz bir çox layihələrə imza atmışıq. Yəni, Azərbaycan Qan Donorluğu İnkişaf Mərkəzi başda Fuad müəllimin rəhbərliyi altında onun, belə deyək də, gecə-gündüz çalışmaları sayəsində biz də bir komanda olaraq donorlarımızın asudə vaxtının səmərəli keçməsi üçün, həm də irsi qan xəstəliyinə əziyyət çəkən insanlarımızın, belə deyək də, onların da vaxtının səmərəli keçməsi üçün tədbir layihələr həyata keçirilib. Buraya konsert proqramları aiddir, muzeylərə, gəzintilərə aiddir. Ölkəmizin, belə deyək, gözəl istirahət məkanları, rayonlarımıza səyahət daxildir ki, biz bu layihələrə imza atmışıq və imza atmaqdayıq. İnşallah da bizi qarşıda yay fəsli gözləyir və bu yay fəslinə də illik proqramımıza daxil olan gəzintilər də vardır ki, biz həm donorlarımızı, həm də irsi qan xəstəliyinə əziyyət çəkən insanlarımızı sevindirməyə davam edəcəyik. Azərbaycanda hazırki qan donorluğunun vəziyyəti necədir, Fuad bəy? Mən ilk növbədə bir donor olaraq, həmçinin də bir mərkəzin rəhbəri olaraq donorluq fəaliyyətinin və donorlara yanaşmanın çox müsbət qiymətləndirirəm. Mən onu xüsusi vurğulamaq istərdim ki, məhz dövlətimizin sayəsində, xüsusən də bilirsiniz ki, qan və qan komponentləri ilə bağlı cənab prezidentimizin şəxsən özünün şəxsi nəzarəti və göstərişi sərəncamlarından bilirsiniz ki, Respublika Qan Bankı fəaliyyət göstərir
əvvəl Mərkəzi Qan Bankı idi və sonradan cənab prezidentin göstərişinə əsasən Səhiyyə Nazirliyinin birbaşa tabeliyində Respublika Qan Bankı bu işlərə birbaşa, yəni biz mərkəz olaraq bizim funksiyamız yalnız təbliğat, təşviqat kampaniyalarını həyata keçirməkdir və o qanvermə prosedurunu, yəni həyata keçirdən belə deyək, gözə görünməz qəhrəmanlarımız, məhz həkimlərimiz Respublika Qan Bankının briqadalarıdır və mən buradan fürsətdən istifadə edib bizə donor olaraq navaziş göstərən, diqqət göstərən həkimlərimizə də Respublika Qan Bankının rəhbərinə də dərin təşəkkürümü bildirirəm. Bugünkü gündə bir vətəndaş olaraq, bir donor olaraq, çox saylı qan verən bir donor olaraq mən Respublika Qan Bankının fəaliyyətindən çox razıyam. Bu həqiqi mənada sözün əsl mənasında hər bir donora fərdi yanaşmaları növbəti donorun gəlməsinə çox böyük bir müsbət təsir göstərir. Bilirsiniz ki, bugünkü olaraq xüsusi qeyd etmək istərdim ki, məhz o donorlardır ki, o donorlar heç bir təmənna, heç bir mükafat görmədən, gözləmədən gəlib tanımadığı bir insana qan verirlər və onların verdiyi qanlar digər insanların həyatda qalmasına vəsilə olur. Siz də bayaq qeyd etdiniz, ilk dəfə qan verdiyiniz günü xatırladınız. İlk dəfə qan verəcək insanlara, belə deyək, donorlara nəyi tövsiyə edərdiniz? Niyə məhz biz donor olmalıyıq? Bəli, çox gözəl sual verdiniz və mən fürsətdən istifadə edib bir məsələni də vurğulamaq istərdim. Təbii ki, keçmişdən bu günə qədər də hicama anlayışı yəqin ki, hər birimiz eşitmişik. O da təbii ki, prosedur qaydalar olaraq bədəndən qanın çıxmasına gətirib çıxardır. Ancaq mən ilk dəfə donor arzusunda olan vətəndaşlarımıza, insanlarımıza bunu demək istərdim ki, məhz o donorlardır ki, gəlib qan verəcəksə, ilk dəfə olaraq, onların həm səhhətinə müsbət təsir göstərəcək, həmçinin də digər ehtiyacı olan insanlara töhfə vermiş olacaq və mən hicama məsələsinə də kiçicik olaraq toxunmaq istərdim. Təbii ki, hicama bildiyiniz kimi, hicamada müxtəlif üsullardan istifadə olunur. Təəssüflər olsun ki, hicamada, mən təbii ki, çox dərinliyə varmaq istəmirəm, ancaq hicamada çıxan qan xaric olunur və heç bir istifadə olunmur. Ona Faydası görə də, olmur yəni. bəli, ola bilər faydası toxunsun, mahiyyəti etibarilə qan yenə bədəndən çıxır, ona görə də o rahatçılığı hiss eləyə bilər vətəndaş. Ancaq nə gözəl olardı ki, qan vermək prosedurunda təhlükəsiz bir formada qanınızı verirsiniz və sizindən götürülən qan təbii ki, laborator müayinələrdən keçdikdən sonra digər həyatda qalma üçün mücadilə edən digər pasientlərimizə və yaxud da avtomobil qəzasında ehtiyacı olan, doğuş zamanı ehtiyacı olan insanlara istifadə olunması daha gözəl və daha məqsədə uyğun olardı, düşünürəm. Çox gözəl. Bizim üçün də, elə izləyicilər üçün də maraqlıdır ki, bir donor neçə həyat xilas edə bilər ümumilikdə? Təbii ki, ilk dəfə, yəni qan verildikdən sonra götürülən qanlardan komponentləri 3 hissəyə bölünür və o 3 hissədən, daha doğrusu qandan alınan qırmızı qan hüceyrələridir, trombositlərdir, plazmadır və bu alınan komponentlər digər insanların da həyatda qalması üçün çox böyük faydası var. Yəni bilirsiniz, bu qan məsələsi elə bir həssas bir mövzudur ki, təbii ki, bir insanın qan azlığı olarsa, qan itkisi olarsa, onun və buradan fürsətdən istifadə edib bizi izləyən izləyicilərimizə qeyd etmək istərdim ki, qan komponentləri heç bir dərman preparatı ilə əvəzlənmir və ona görə də bu qan vermə aksiyalarında çox həssas yanaşmalarını mən xahiş edərdim və bugünkü gündə 4500-dən yuxarı bizim irsi qan xəstəliyi, xüsusən də mən talasimiyalı pasientləri nəzərdə tuturam ki, onlara mütəmadi olaraq qan tədarükünə ehtiyac duyulur və onların qan tədarükü, belə qeyd etsək daha düzgün olar ki, nə qədər biz tez, yəni qan vermə aksiyaları eləyiriksə, bir o qədər onlar üçün daha faydalı olur, daha onların həyatda qalması üçün böyük faydası toxunur o qan vermə aksiyalarının. Kamil bəy, istəyərdim bu sualımıza siz cavablandırasınız.
Paytaxtda yetəri qədər qanvermə aksiyaları keçirilir. Regionlarda necə? Əslində, belə deyək, hal-hazırda müasir dönəmimizdə regionlarımız da heç də paytaxtdan geri qalmır. Və mən də öz növbəmdə fürsətdən istifadə edib region camaatımıza, millətimizə, xalqımıza təşəkkür edirəm ki, bu aksiyalarda çox fəaldılar. Yəni, paytaxtla müqayisə eləsək, deyək ki, paytaxtda bir müəssisədə 200 nəfər qanvermə aksiyasında iştirak edirsə, elə regionlarımızda da biz müşahidə edirik ki, heç də bu rəqəm az deyil, yetəri qədər çoxdur və bu da öz növbəsində həm qanvermənin faydalarını özündə əks etdirir, yəni təbliğat təşviqatın, apardığımız təbliğat təşviqat xarakterli tədbirlərin nə qədər effektiv olduğunu özündə əks etdirir ki, bax bu fəallıq da regionlarımızda müşahidə olunur. Çox gözəl. Fuad bəy, 100 belə deyək, 100 dəfə qan vermisiniz, donor Bəli. olmusunuz. Olubmu qan verdiyiniz insanla görüşəsiz? Biləsiz ki, Bəli. çox maraqlı olardı həqiqətən ki, mən bilim ki, mən qan verdiyim insan kimdir? Onu ümumiyyətlə bilirlərmi, yoxsa Ümumiyyətlə qanvermə aksiyalarında, xüsusən də kütləvi qanvermə aksiyalarında verilən qanların kimə getməsi və kim tərəf köçürülməsi təbii ki, məlum olmur. Əslində bu işin digər bir tərəfidir, görsənməyən bir tərəfidir. Mən yenə də qeyd etmək istərdim ki, özüm də donor olaraq digər bizi izləyən donorlarımıza dərin təşəkkürümü bildirirəm. Bəli, mənim həyatımda olubdu. Hətta o insanın bugünkü gündə yaşa dolduqca məhz onun əl işlərindən ibarət bir tədbir idi. O tədbirdə biz onun valideyni ilə tanış olduq və mənim uşağımın adına qan verməmi xahiş eləmişdi. Və o müddətdən sonra da gözəl bir sıx münasibət yaranıbdı. Bu günləri hətta o insanın, yəni xanımın mənə dayı deyə müraciət etməsi, bir doğması kimi bilməsi, ümumiyyətlə onların valideynlərinin bir sıx münasibətin bağlanması təbii ki, o qan vermə prosedurundan, prosesindən yaranmışdı. Bilirsiniz, bəzən elə hallar olur ki, doğrudan da insan o köməyə ehtiyacı olan insanın yanında hətta belə durması. Bu yaxınlarda yenə qan vermə aksiyamız var idi. Bir yaşlı bir anamızın öz nəvəsi üçün insanlara yaxınlaşaraq kömək istəməsi və insanların o xanıma, o anıya necə navazişlə, necə belə vicdanla qayğı göstərməsinin şahid olduq və doğrudan da bu bizi qürurlandırır. Bilirsiniz, az öncə də Kamil müəllim çox gözəl vurğuladı. Həqiqətən də bu kimi aksiyaların, bu kimi təbliğat təşviqatlarının həyata keçirilməsində mən xüsusi vurğulamaq istərdim ki, məhz dövlətimizin sayəsində biz donorluq mədəniyyətinin inkişaf etdirilməsinə çalışırıq və burada da təbii ki, dövlətimizin bizə verdiyi dəstəkdir. Fürsətdən istifadə edib ümumilikdə qanvermə aksiyalarında fəal iştirak edən dövlət qurumlarına, özəl qurumlara, onların rəhbərliklərinə dərin təşəkkürümüzü bildiririk və mən xüsusi vurğulamaq istərdim ki, məhz Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzi ali təhsil ocaqlarında, hətta orta təhsil ocaqlarında müxtəlif tədbirlər planımız var. İllik tədbirlər planımıza uyğun olaraq biz müxtəlif təbliğat, təşviqat xarakterli tədbirlər keçiririk və xüsusən də o təbliğat təşviqatdan sonra qan vermə aksiyası olur. Və bu prosedurların fonunda biz mərkəzin səlahiyyətli nümayəndəsini təyin edirik. Bu nədən ibarətdir? Misal üçün, ali təhsil ocaqlarında təbii ki, hər il yeni tələbələr gəlir və o yeni tələbələrin qan vermə aksiyaları, ümumiyyətlə irsi qan xəstəliyi anlayışı necə yaranır, hansı formada etməlisiniz. Ümumiyyətlə bilirsiniz ki, dövlət proqramımıza uyğun olaraq cənab prezidentimiz tərəfindən erkən nikahdır, qohum evliliyidir, bilirsiniz ki, artıq yasaqlanıbdır. Bununla bağlı, yəni nikaha girməmişdən öncə həkim müayinələrindən keçirilir. Mən fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, məhz öz həyatlarına, öz karyeralarına, öz evladları üçün qurban verən mən anaları xüsusi vurğulamaq istərdim. Məhz analardır ki,
tam səmimi bir etiraf eləyəcəm. Mən özüm də atayam, valideynəm. Ancaq xüsusən də irsi qan xəstəliyi ilə əziyyət çəkən analarımız ki, bu uşaqlar üçün öz həyatlarını qurban verir və mən o anaları, o valideynləri qəhrəman ana kimi tərənnüm etmək istərdim. Allah onların əziyyətlərini yerdə qoymasın və arzu edirəm ki, onların evladları öz sağlamlıqlarına qovuşsunlar. Sizin mərkəzin həmçinin fəxri üzvləri var. Onları ümumiyyətlə necə təyin edirsiniz? Əslində fəxri üzvlərimiz bəli bugünkü günü yetəri qədər var. Buraya sıravi insanlardan tutmuş ölkəmizin ictimai-siyasi fəaliyyətində özünə məxsus əməyə keçən insanlarımız da var, sənət adamlarımız var, sənətkarlarımız var. Tək burada təyin olunan insanlar qanverdi və biz onu fəxri üzv təyin elədiklə belə deyək də, seçilmir. Əlbəttə ki, onların bizi ilə bərabər və yaxud da ki, biz bəzən eşidirik ki, hər hansı bir sənətkarımız hər hansı bir belə deyək, məclisdəmi olsun, tədbirdəmi olsun, bu qan vermənin faydaları haqqında, donorluğun faydaları haqqında bir təbliğat xarakterli məlumatlar verib. Əlbəttə ki, biz dərhal həmin şəxslə belə deyək, maraqlanırıq, onun bu göstərdiyi fədakarlığa reaksiyamızı veririk və təşəkkürümüzü bildiririk. Təbii ki, mərkəzin idarə heyətinin sədri tərəfindən ümumi toplantıda onun fəxri üzv olması məsələsi ortaya qoyulur, müzakirələr aparılır və belə deyək, onun bu yönümdə, bu irsi qan xəstəliyinə əziyyət çəkən insanlara, həmçinin də donorlara olan diqqəti, qayğısı əlbəttə ki, analiz olunur və müəyyən kriteriyalara uyğun olduğu təqdirdə fəxri üzv elan olunur və əlbəttə ki, bu fəxri üzvdə ən qısa zamanda həm ictimaiyyət qarşısında elan edirik, həm də ki, özünə o mükafat təqdim edirik. Fəxri üzvlərdən söz düşmüşkən, onları necə donor olaraq cəlb etmək üçün nələr edirsiniz? Ümumiyyətlə, Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvlüyü anlayışı məhz elə fəxri üzvümüz var ki, o insan öz səhhəti ilə bağlı ümumi qan vermə aksiyasında iştirak edə bilmir, yəni donor ola bilmir səhhəti ilə bağlı. Ancaq az öncə Kamil müəllim də çox düzgün vurğuladı ki, o insanın donor ola bilməməyinə baxmayaraq digər insanların donorluq mədəniyyətinə cəlb olunmasında müstəsna rolları vardır. Və mən qeyd etmək istərdim ki, məhz bizim mərkəzin fəxri donorları mütəmadi olaraq bizim tədbirlərdə, təbliğat təşviqat xarakterli tədbirlərdə iştirak edirlər. Bura millət vəkillərimizi qeyd edə bilərəm və digər ictimai-siyasi xadimlərimiz var ki, onlar da öz sahəsində, öz imkanları daxilində donorluq mədəniyyətinin inkişafında müstəsna xidmətləri vardır. Belə, bir donor, bir daha donor olmaq üçün neçə müddət keçməlidir? Ümumi prosedur qaydalardır. Deməli, bir donor, xüsusən də kişilərdə 3 aydan bir, xanımlarda isə 4 aydan bir növbəti dəfə donor ola bilər. Yenə də qeyd etmək istərdim ki, məhz donor olma ərəfəsində həkim müayinəsi zamanı həkimlərimiz, yəni ona müsbət rəy verərsə, onun bilirsiniz ki, ilk dəfə, yəni qan vermə prosedurunda onun qan təzyiqi ölçülür, yəni genoqlobini ölçülür. Əgər bunlar müsbətdirsə, o zaman üçün, o saat üçün uyğundursa, təbii ki, onda növbəti dəfədə donor olmaq adını qazana bilir. Sizin növbəti hədəflərinizi öyrənmək istəyərdik. İzləyicilər üçün də maraqlı olardı ki, bundan sonra da donor olaraq fəaliyyətinizi davam edəcəksiniz. Hədəfləriniz varmı? Daha yüksək, Bəli, 120, 110, bəli. daha da yüksək? Mən qeyd etmək istərdim və az öncə də qeyd etdim. Məhz donor olan şəxs sağlam olmalıdır ki, donor ola bilsin və təbii ki, hədəflərimiz var. Biz dünyanın inkişaf eləmiş ölkələrində donorluq mədəniyyəti ilə bağlı biz də əməkdaşlıq, beynəlxalq əməkdaşlıq edirik və orada olan donorlara qarşı belə deyim, atılan addımlar, müsbət nəticələnən, yəni praktik olaraq müsbət nəticələnən ideyalarımı deyim, layihələrimi deyim, biz də burada keçirməyi düşünürük. Və təbii ki, bir donor olaraq hədəfim təbii ki, nə qədər ki, sağlamlığım imkan verəcək, bizə ehtiyac olan insanlar üçün qan verməyi
həyata keçirdəcəm və mənim üçün doğrudan da qürur vericidir. Allaha ehtiyacı olan bütün xəstələrimizə, pasientlərimizə şəfa versin və belə deyək də, bizdə az da olsa, hər hansı bir insana köməyimiz dəyirsə, faydamız dəyirsə, nə xoş bizə. Belə. İzləyicilərimiz izləyir. Bəlkə də müəyyən bir kimsə istəyir ki, donor olsun. Hara müraciət etməlidir bunun üçün? Bəli. Donor olmaq üçün əgər Bakı ərazisində mən onu xüsusi vurğulamaq istərdim ki, bizim mərkəzlə birbaşa əlaqə saxlaya bilər Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzi və biz onun harda yaşamasını öyrənirik və bildiyiniz kimi Səhiyyə Nazirliyinin Respublika Qan Bankının regionlarda da bölmələri var. Məhz 8 bölmə fəaliyyət göstərir və biz bizə müraciət edən insanın harda yaşamasını dəqiqləşdirdikdən sonra biz ona istiqamət olaraq yönləndiririk. Məhz Respublika Qan Bankının inzibati binasında həkim müayinəsindən sonra donor olmaq niyyətini gerçəkləşdirə bilir. Həqiqətən sizinlə söhbətdən də belə bir qərara gəlmək olar ki, qan vermə aksiyası ümumiyyətlə donor olmaq tək prosedur deyil, bu bir həyat xilas edir. Buradan da izləyicilərimizə mən səslənmək istəyirəm ki, çalışaq yetəri qədər donor olaq və sonda sizin də sözləriniz izləyicilərimizə Var çatdırın. olasınız. Mən də öz növbəmdə bir donor olaraq sizə dərin təşəkkürümü bildirirəm və qeyd etdiyimiz kimi məhz mərkəzin fəxri, idarə heyətinin fəxri üzvü olaraq siz də buna layiq görülmüsünüz. Təşəkkür edirəm. Sizə də dərin təşəkkürümüzü bildiririk. Siz bizim mərkəzi tanıdığınız andan informasiya sahəsindən siz bizə böyük kömək, dəstək olmusunuz və hər bir dəstək olan insanlara ayrı-ayrılıqda dərin təşəkkürümüzü bildiririk və siz də qeyd etdiyiniz kimi bu həyati bir məsələ olduğuna görə bu bizim üçün çox önəmli və vacib bir məsələdir. Çünki bu insan həyatından danışılır burada. Ona görə də tam biz məsuliyyətimizlə bu işlərə yanaşmağa çalışırıq və bundan sonra da inşallah dövlətimizin dəstəyi ilə gözəl cəmiyyətimiz üçün, xalqımız üçün gözəl işlər görməyə çalışacağıq. Təşəkkür edirəm diqqətinizə görə. Buyurun, Fuad bəy. Təşəkkür edirəm. Mən də fürsətdən istifadə edib bir daha qan vermə aksiyalarında sərasər, usanmadan, bezmədən hər zaman sağlamlıqları imkanları daxilində donor olan bizim donorlarımıza təşəkkürümü bildirirəm. Bilirsiniz, müasir dönəmdə artıq qəhrəman olmaq çətin deyil. Yəni, təbii ki, bizim donorlarımız artıq onlar özləri bir qəhrəmandır və donor olmaq niyyətində olan insanlarımıza üzümü tutub deyirəm. Siz də bax bizim irsi qan xəstəliyinə əziyyət çəkən insanlarımızın qəhrəmanı ola bilərsiniz. Ona görə də gəlin həmrəy olaq, qanımızla yaşadıq. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkürümü bildirirəm hər ikinizə. Beləliklə verilişimiz yekunlaşır. Verilişimizin qonağı isə Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul və icraçı direktoru Kamil Hüseynov idi. Sağ olun, sağlıqla qalın.